1993-cü ilin bir yaz səhəri. Məryəm qonaq otağının pəncərəsindən həyətə baxarkən gördü ki, Rəşid Leylanı həyət qapısından çıxarır. Qız biraz irəli əyilmiş halda nağara kimi şişmiş qarnını əli ilə tutmuşdu. Burkanın altında dəyirmi qarnı aydın sezilirdi. Rəşid həyəcanla və son dərəcə qayğıkeşliklə qızın dirsəyindən tutub az qala başına dolanır, ona yol müfəttişi kimi müşayiət eləyirdi. Evə axşamçağa qayıtdılar. Məryəm gördü ki, Rəşid həyətə birinci girdi. Qapını taybatay açıb buraxdı. Qapı az qala qızın sifətinə dəyəcəkdi. Rəşid yeyin addımlarla həyəti keçib gəldi. Sifəti tutulmuş, axşam qaranlığında üzü mis rəngi almışdı. İçəri girər-girməz paltosunu soyunub divanın üstünə fırlatdı. Məryəmin yanından yel kimi keçib kobud səslə dedi: "Acam, şam yeməyimi gətir." Evin qapısı açıldı. Koridordan Məryəm Leylanı gördü. Aydın idi ki, Rəşid qız uşağının doğulmasını istəmirdi. Ona görə də belə qaşqabaqlı idi. Bu ağlamaq səsi olmayada, heç dözə bilmirəm. Aşağıda Leyla körpəni o baş bu başa gəzdirir, nəsə oxuyur, sakitləşdirmək istəyirdi. Mən 2 aydır ki, rahat yata bilmirəm. Rəşid qaşqabağını turşutdu. Otaqdakı ayaq yolu iyi verir. Hər tərəfdə nəcisi iyi verən əskü-üskü. Dünən də ayağım nəcisə batdı. Məryəm ürəyində sevindi. Çıxar onu həyətə. Rəşid çiyni üstündə geri qanırıldı. Həyətdə təmiz havaya çıxın, Leylaya dedi. Yuxarıda Leylanın səsi bir anlıq kəsildi. Sonra yenidən eşidildi. Həyətdə soyuqlayar. Leyla oxumağa davam etdi. Məryəm heç vaxt eşitməmişdi ki, Rəşid körpəni öz adı ilə Əzizə deyib çağırsın. Əzizə yəni sevilən, istənilən. Ona yalnız körpə ya da hirslənəndə ağlağan deyirdi. Günlər keçirdi. Leyla Məryəmin gözü qabağında körpəni yedizdirirdi. Bələyir, qucağında yelləyir, gəzdirir, yatızdırırdı. Bir gecə Məryəm çarpayısında uzanmışdı. Birdən eşitdi ki, ər-arvad arasında yenə nəsə qovğa var. Adətən dava-dalaş tez sakitləşirdi. Amma bu dəfə yarım saatdan çox çəkdi. Deyəsən get-gedə qızışırdı. Rəşid bərkdən qışqırırdı, Leyla da çığırırdı. Amma onun kimi yox. Ardınca körpə ağlamağa başladı. Həmin gecə Məryəm 3 dəfə yuxudan oyandı. Birinci dəfə şəhərin Karteçar rayonunda atılan raketlərinin vıyıltısına durdu. İkinci dəfə körpənin ağlamasına. Üçüncü dəfə isə susuzluqdan oyandı. Mətbəxə gedərkən qaranlıqda az qala nəyəsə ilişəcəkdi. Düz ayaqlarının altında iri bir qaraltı sezdi. Biraz diqqətlə baxanda gözləri qaranlığa alışdı. Gördü ki, Leyla ilə körpəsidir. Döşəmədə bir yorğançı üstündə uzanıblar. Ana bir tərəfdə yatmışdı. Körpə oyağı idi. Kerosin lampasını yandırıb aşağı tutdu. Lampa işığında körpəyə ilk dəfə yaxından baxdı. Qıvırcıq qara saçları, açıq qonur gözləri, sıx kiprikləri, çəhrayı yanaqları, yetişmiş nar rəngində dodaqları var idi körpənin. Məryəmə elə gəldi ki, körpə də onu çox diqqətlə sezir. Arxası üstə olan körpə başını acca yana əyib maraqla Məryəmə baxırdı. Üzündə maraq, təəccüb və şübhə qarışıq bir ifadə var idi. Məryəm qorxdu ki, birdən körpə onu görüb qorxar. Birdən körpə sevinclə qığıldadı. Məryəm başa düşdü ki, gördüyündən razı qalıb. Məryəm lap astadan pıçıldadı. Ananı oyadarsan, yaxşı ki bir qulağı eşitmir. Məryəm ayağa qalxmaq istəyirdi ki, körpə onun çeçələ barmağını ələ keçirdi. Barmağını çəkdi, körpə yenə qığıldadı. Lap elə bil güldü də. Sonra yumruğunu yenə ağzına apardı. Nəyə belə sevincək olmusan? Nəyə gülürsən? Görürəm ki, anan dediyi kimi ağıllı deyilsən. Atan kobud bir adam, anan da ki səfehin biri. Bilsəydin gülməzdin, heç vaxt gülməzdin. İndi isə yat. Məryəm ayağa qalxdı, bir neçə addım atdı. Körpə qığıldadı, sonra yenə. Bu dəfə ağlamağa oxşadı. Məryəm qorxdu ki, indi bərkdən ağlamağa başlayacaq. Qayıtdı. Dərindən köks ötürdü. Qayıdıb oturdu, barmağını verdi körpənin əlinə. Uşaq sevinclə ciyildəməyə, gülümsəməyə başladı. Totuq ayaqlarını oynatmağa başladı. Məryəm ona xeyli baxdı.
Birazdan körpə sakitləşdi. İndi isə mışıltısı gəlirdi. Bayırdan quş səsi gəldi. Sonra pəncərədən buludlar arasından süzülən ay işığında Məryəm onların uzaqlara uçub getdiyini gördü. Susuzluğu yadından çıxmışdı. Oturduğu yerdə ayaqları keyinmişdi. Amma xeyli vaxt beləcə oturdu. Sonra barmağını Əzizənin əlindən çıxarıb ayağa durdu. Leylanın ən çox sevdiyi iş Əzizənin yanında uzanmaq, ona tamaşa etmək idi. Üz-üzə uzanıb onun yığılan geniş bəbəklərinə baxmaqdan doymurdu. Hərdən Əzizəni sinəsinə uzadıb pıçıltı ilə Tariqdən, onun əsl atasından danışırdı ona. O, tapmacaların cavabını necə tez tapırdı, necə şıltaqlıq edirdi. Onu güldürmək necə asan idi. Körpə isə Tariqin üzünü heç vaxt görməyəcəkdi. Onun elə gözəl kiprikləri var idi ki, düz sənin kimi. Çənəsi, burnu girdə, alnı eynən sənin kimi. Ah Əzizə, sənin atan çox yaraşıqlı idi, gözəl idi, sənin kimi. Amma Leyla ehtiyatlanır, heç vaxt onun adını demirdi. Hərdən görürdü ki, Rəşid Əzizəyə çox diqqətlə baxır. Sonraki gün o döşəmədə oturub ayağındakı döyənəyi təmizləyirdi. Elə bir lap təsadüfən dedi. Yaxşı, sizin aranızda nəsə vardı? Leyla başa düşmürmüş kimi sual edici baxışlarını ona dikdi. O mənim dostum idi, Leyla dedi. Çalışdı ki, səsinin ahəngini dəyişməsin. Butulkanı götürüb özünü məşğul göstərdi. Sən ki bilirsən. Adamlar sizin haqqında çox şey danışırdılar, Rəşid dedi. Yadımdadır. Amma sən deyirsən ki, heç nə olmayıb. Demək boş söhbətlərdir. Leyla özünü məcbur etdi ki, ona baxsın. Rəşid kiprik çalmadan onun baxışlarını tutub bir xeyirli saxladı. Dözülməz idi. Həyəcanını səylə gizlətməyə çalışan Leyla əlindəki butulkanı elə sıxmışdı ki, ovcunun içi ağrıyırdı. Leyla dəhşətlə düşünürdü. Görəsən əri bilsə ki, ondan oğurluq eləyir, neyləyəcək? Əzizə onun anadan olandan bəri hər həftə Rəşid yatanda ya da bayrazada çıxanda ərinin portmanatını açıb bir əskinas götürürdü. Bəzən pulqabında pul az olanda Leyla 5 əfqani götürür ya da heç götürmürdü. Qorxurdu ki, əri hiss edə bilər. Pul çox olanda isə bir onluq ya da 20'lik götürürdü. Hərdən də risk edib 2 20'lik götürürdü. Götürdüyü pulları qış paltosunun iç tərəfində tikdiyi kiçik cibdə saxlayırdı. Əri bilsəydi ki, gələn yaz Leyla qaçıb getmək istəyir, görəsən neyləyəcəkdi? Uzağa gələn yayda 1000 əfqani ya da daha çox yığa bilsə, bunun yarısı qabildən peşəvaracan yol xərcinə gedəcəkdi. Sonra da vaxtı gələndə nişan üzüyünü, bu evin məlikəsi kimi Rəşidin ona aldığı zinət şeylərini satacaqdı. Bir gün Leyla səhər-səhər oyananda qapısının ağzında bayır tərəfdə səlqə ilə bağlanıb qoyulmuş uşaq paltarları gördü. Üstündə xırda balıq şəkilləri olan yaylıq, güllü göy yun don, eyni rəngdə corab və kiçicik əlcəklər, narıncı xalları olan sarı pijama, xallı manşetli yaşıl pambıq tuman və daha nələr. Leyla yataq otağından sakitcə çıxdı. Məryəm mətbəxdə çömbəlib farel təmizləyirdi. Yanında bir qazan isladılmış düyü, mətbəxdən yanıq iyi, zirə, qızardılmış soğan və balıq iyi gəlirdi. Leyla bir küncdə oturub dizlərini qucaqladı. Çox sağ ol, dedi. Məryəm onu görmürmüş kimi bir fareli təmizləyib doğradı. Paltarlar elə qəşəng idi ki, Leyla davam etdi. Onsuz da atılıb qalmışdı orada, Məryəm dedi. Yaxşısı budur qızın geyinsin, yoxsa güvə yeyəcəkdi onları. Balığı belə təmizləməyi hardan öyrənmisən? Balaca olanda çay qırağında yaşayırdıq. Mən özüm də balıq tuturdum, Məryəm dedi. Mən heç vaxt balıq tutmamışam. Çətin deyil. Əsas odur ki, gözləməyi bacarasan. Leyla onun necə cəld işləməyinə baxır, gözünü çəkmirdi. Paltarları özün tikmisən? Məryəm başı ilə təsdiqlədi. Nə vaxt? Məryəm doğranmış balıq tikələrini su ilə dolu bir qaba yerləşdirdi. Birinci dəfə hamilə olanda, bəlkə də ikinci dəfə idi, dəqiq yadımda deyil. 18-19 il əvvəl. Leyla ayağa qalxdı.
bayırda çiskinli hava var, bilirəm. Amma bu günahkarların həyətdə bir fincan çay içməsinə necə baxırsan? Məryəm təəccüblə baxdı. Mən gələ bilmərəm. Hələ lobyanı təmizləyib yumalıyam. Səhər mən də sənə kömək edərəm, Leyla dedi. Hələ yer-yığış da eləməliyəm. Birlikdə eləyərik. Səhv eləmirəmsə biraz halva qalıb. Çayla yaxşı gedər. Məryəm əskini stolun üstünə qoydu. Çırmalanmış qollarını fikirli-fikirli aşağı indirməsindən, hicabının saçlarını səlqəyə salmasından Leyla onun təlaşlandığını hiss etdi. Çillilər deyirlər ki, 3 gün ac qal, bir gün çaysız qalma. Məryəm könülsüz gülümsündü. Yaxşı deyiblər, hə, amma mənim vaxtım çox azdır. Bir fincan, Leyla dedi. Onlar həyətdə qatlama stollarda oturub halva ilə çay içirdilər. Halvanı bir kasadan barmaqları ilə götürüb ağızlarına qoyurdular. 2 fincan içəndən sonra Leyla Məryəmdən soruşdu ki, yenə çay istəyirmi? Birini də içdilər. Əzizə oyanıb ağladı. Rəşid Leylanı səslədi ki, gəlib onun ağzını yumsun. Leyla ilə Məryəm ani baxışdılar. Bir-birlərini anlayan, başa düşən baxışlar idi bu. O gecədən sonra Məryəm ilə Leyla evin işini birlikdə gördülər. Mətbəxdə oturub xəmir yoğurur, göy soğan doğrayır, sarımsaq əzirdilər. Əlində xiyar dilimi olan Əzizə yanlarında iməkləyir, hərdən qaşıqları bir-birinə vurub cingildədirdi, köklə oynayırdı. Həyətdə mələfələri yuyanda, hörmə beşikdə qat-qat əski ilə, qalın şəriflə bükülmüş Əzizə də yanlarında olurdu. Paltarları yuyanda Məryəm də, Leyla da bir an gözlərini uşaqdan çəkmir, bir-birini əvəz edirdilər. Məryəm yavaş-yavaş təklikdən uzaqlaşır. Bu qeyri-müəyyən vəziyyətdən bir rahatlıq tapırdı. Axşamlar həyətdə oturub 3 fincan çay içmək indi az qala adət halına almışdı. Səhərlər o mətbəxdə olanda şapşapda pillələrlə enən Leylanın ayaq səsini, Əzizənin cingiltili gülüşünü, ağaran 8 dişini, süd qoxulu bu varlığı gözləməyə bilmirdi. Leyla uşaqla yatıb yuxuya qalanda Məryəm narahat olur, təlaş keçirirdi. Təmiz boşqabları bir də yuyur, qonaq otağında yastıq döşəkçələri bir də təmizləyirdi. Pəncərələrin qabağını dönə-dönə silib təmizləyirdi. Bu yolla özünü məşğul edirdi ki, ta ki Leyla ilə Əzizəni ayaq üstə görürdü. Əzizə Məryəmi görən kimi anasının qucağında qurcuxur, ağlamsınır. Gözlərini geniş açıb Məryəmə tərəf dartınırdı. Kiçik əllərini açıb ona tərəf uzadır. İstək və məhəbbətlə sanki məni götür deyirdi. Nə olub, nə istəyirsən? Leyla deyib qızı yerə qoyurdu. Yerə qoyan kimi o da Məryəmə tərəf iməkləyirdi. Əzizə Məryəmə çatıb əllərindən, qollarından tutur, baş barmağını ağzına salıb onun köksünə sıxılır, başını çiyninə qoyurdu. Məryəm yarı təəccüb, yarı heyranlıqla gülümsünür. Minnətdarlıqla uşağı tumarlayırdı. O heç vaxt belə sevilməmişdi. Bu uşaqda bu sevgi, bu mehribanlıq hardandı? Qəlbi riqqətə gəlir, gözləri dolurdu Məryəmin. Kiçik ürəyini mənim kimi məğmuna niyə bağlamısan? Deyə Əzizənin qulağına pıçıldayırdı. Mən heç kiməm, məyər bilmirsən? Bir kəndçi, məndən sənə nə fayda? Əzizə bağ-vuğ edir, xoşbəxt oynayır, biraz da ona qısılırdı. Məryəm heyrətdən quruyub qalır, dəli olurdu, doluxsunur, ürəyi qanadlanırdı, təəccüblənirdi. Bu qədər doğmalıqları itirəndən, həyatın bu qədər yalan və saxtakarlıqlarını görəndən sonra o bu uşaqda həyatın əsl sevgisini tapmışdı. Sonraki il 1994-cü ilin yanvarında müharibə daha da şiddətlənmişdi. Kabil çayının hər iki tərəfində artilleriya güruldayırdı. Sınmış şüşə, raket, mərmi qəlpələri ilə dolmuş küçələrdə insan meyitləri görünürdü. Minamyotlar guruldayanda Əzizə çığırır, ağlamağa başlayırdı. Onun fikrini yayındırmaq üçün Məryəm döşəmə üstündə düyüdən ev, xoruz ya da ulduz şəkilləri qurur. Sonra deyirdi ki, Əzizə bunları dağıtsın. Hərdən uşaqlıqda Cəlilin öyrətdiyi kimi əlinə kağızdan ayırmadan fil şəkli çəkirdi. Rəşid deyirdi ki, mülki əhali arasında hər gün onlarla, yüzlərlə ölən var. Xəstəxanalar, dərman anbarları atəşə tutulurdu. Deyirdi ki, ərzaq maşınları şəhərə buraxılmır, atəşə tutulur, qarət edilirdilər. Görəsən Heratda da atışma gedir, Məryəm düşünürdü.
Atışma gedirsə, görəsən Molla Feyzullah necədir? Bəs Bibican, oğlanları, gəlinləri, nəvələri, bəs Cəlil, o da gizlənirmi? Yoxsa arvad uşağını götürüb ölkədən qaçıb? Ümid etdi ki, o sağ-salamatdır. Bütün bu ölüm itimlər ondan uzaqdır. Döyüşlər elə şiddət etdi ki, Rəşid bir həftə evdə qalmalı oldu. O həyət qapısını möhkəm bağladı. Həyətdə bir neçə tələ qurdu. Evin giriş qapısını da kip bağladı. Divanı sürüşdürüb arxasına qoydu ki, açmaq mümkün olmasın. Siqaret çəkə-çəkə bir gözü pəncərədə tapancasını silib təmizləyir, dönə-dönə doldururdu. Hətta 2 dəfə küçəyə də atəş açmışdı. Güya ki, hasardan həyətə kimsə aşmaq istəyirdi. Onun Əzizədən xoşu gəlmirdi. Əzizəni ayaqlarına yaxınlaşan görüb qeyzlə çəkil, ayaqlarımdan rədd ol dedi. Tapanca tutan əlini havada yellədi. Əl qolunu oynatma, heç ağlına da gətirmə. Onsuz da götürən deyiləm səni. İtil, nə qədər ki ayaqlamamışam, çıx get. Əzizə diksindi, dönüb Məryəmə sarı iməklədi. Uşaq pərt olmuş, çaşıb qalmışdı. Məryəmin dizi üstə baş barmağını ağzına salıb sormağa başladı. Çaşqın və qaşqabaqlı halda Rəşidə baxdı. Döyüşlər səngiyəndə Məryəm də rahat nəfəs aldı. Ən çox ona görə ki, qapıları bağlı bir evdə Rəşidlə bir yerdə qalmaq müşkülündən xilas oldular. Yoxsa ki, idvar xasiyyəti bütün evə yoluxmuşdu. Üstəlik dolu tapancasını Əzzənin gözü qabağında oynadırdı. Allah göstərməsin. Həmin qış günlərindən birində Leyla Məryəmdən xahiş etdi ki, qoy ona hörük örsün. Məryəm sakitcə oturdu. Güzgüdə Leylanın nazik barmaqlarına baxır, necə diqqətlə işlədiyini müşahidə eləyirdi. Əzizə yumaq kimi bükülüb döşəmədə sakitcə yatırdı. Məryəmin düzəltdiyi kukla da qucağında. Ürəyi xeyli yüngülləşən Məryəm Leylaya Cəlildən, Nanadan, cin tutmasından danışmağa başladı. Leyla əllərini Məryəmin çiyninə qoyub onun güzgüdəki əksindən gözünü çəkmirdi. Məryəm üyüdüb tökür, Bibicandan, Molla Feyzullahdan, Cəlilin evinə gedərkən duyduğu həqarətdən, Nananın özünə sui-qəsd etməsindən danışırdı. Sonra Cəlilin arvadlarından, Rəşidlə tələsik nigahından, Kabilə necə gəldiklərindən danışdı. Hamiləliyindən, necə hər dəfə ümidlə yaşamasından və hər dəfə də ümidlərinin daşa çırpıldığından, evində döyülməyindən də danışmağı unutmadı. Sonra Leyla Məryəmin stolunun yanında yerə oturdu. Araya sükut çökdü. Mənim də sənə demək istədiklərim var, Leyla astadan dedi. Və olanları Məryəmə danışdı. Həmin gecə Məryəm yatmadı. Çarpayıda oturub pəncərədən sakitcə yağan qara baxırdı. Leyla və Əzizə elə onun özü kimi haramı olan Əzizə elə bil onun bir parçası olmuşdu. Onlarsız Məryəmin illərlə dözdüyü bu həyat indi dözülməz olmağa başlayırdı. Bu yaz Əzizə ilə mən çıxıb gedirik. Gəl bizimlə Məryəm, Leyla dedi. İllər Məryəmə üz göstərməmişdi. Amma görünür gələn illər ona lütf və mərhəmət gətirəcək. Təzə bir həyat yaşamağa başlayacaq. Elə bir həyat ki, Nananın sözlərinə görə güya onun kimi haramiyə heç vaxt qismət olmayacaq. Onun həyatında gözlənilmədən 2 çiçək bitmişdi. Məryəm indi yağan qara baxdıqca Molla Feyzullahı xatırlayırdı. Təsəvvür etdi ki, Molla təsbihini çevirə-çevirə biraz ona sarı əyilib yumşaq və titrək bir səsi ilə qulağına dedi. O çiçəkləri Allah əkib Məryəmcan, onları sənə o göndərib. Hər şey onun əlindədir qızım. 1994-cü ilin erkən yaz səhəri, gün işığı səma tağlarında təzəcə yayılmışdı ki, Leyla yuxudan durdu. Ona elə gəlirdi ki, Rəşid hər şeyi bilir. Bax, indicə onu yatağından dartıb çıxardacaq, deyəcək ki, mən sənin fikirləşdiyin qədər eşşək deyiləm. Hər şeyi çoxdan bilirəm. Amma azan səsi gəldi, sonra gün doğdu. Xoruzlar banladı. Qeyri-adi heç nə baş vermədi. İndi Rəşidin səsi hamamdan gəlirdi. Deyəsən üzünü qırxırdı. Sonra çayını içdi, açarlarını cingildətdi. Aşağı düşüb velosipedini mindi və həyətdən çıxdı. Leyla qonaq otağının pəncərə pərdələri arasından baxırdı. Odur, o boyda kişi balaca bir velosipedin pedallarını fırladır. Leyla, Məryəm qapıda göründü. Üz gözündən bilinirdi ki, o da gecəni yatmayıb. Leylanı fikir götürdü. Yəqin Məryəm də mənim kimi gecəni intizarla keçirib. Həyəcandan dili ağzı quruyub. Yarım saatdan sonra yola düşürük, Leyla dedi.